Güzel, Sen sağ ol. çok sağ ol. Sağ ol. Sağ ol, sağ ol. Bizim qonşu olub, deyən bir dənə. Röya. Salam Röya, salam, hoş geldin. Aa, çok sağ ol, Gül. 351, çok sağ ol. Flash hedef tamamlandı dostlar. Hedef flash tamamlandı dostlar. İndi öz hedefimi tamamlayaq dostlar. Kimdə var? Qəşəng uşaqlar, qəşəng. Ekran layiqi qəşəngdir. 20K, 30K, 40K, 50K. Partlayışındır. Hamı bir yerdə tıklasın. Birazdan işe hazırlaşacağım. Sen ne yiyorsun? Ama Yaxşıyam Röya. Nasılsın? yaxşı olsun. Heç nə gəldin ona. Heç nə evdəyəm. Salamatçılıqdır. Birazdan işe gideceğim. İşin aman dostum, ürəyimlə olmayasın. Yaxşı, sonra danışarıq. WhatsApp'da yazacağım. Hələlik öpürəm. Öpüyorum. Özünə müğayətdir. Öpürəm. Öpürəm Bye bye. ürəyim. Takipten çıkaranlardan da Allah razı olsun. Blok atanlardan da. Hə, muhtaç çıxardanlardan da Allah razı olsun. Yaxşı, dalaş. Yox, dalaşma. Mən onun xətrini çox istəyirəm. Onun nə ilə danışıram? Prosta məni əsəbləşdirdi. Şeytana məhlət. Şeytana məhlət. Deyirəm misafirə qoş belə deyir. Mən oğlan qoşmuram misafirə. Hə, sən xətir Rinat çox istəyir. Deyirsən belədir, deyir o. Yaxşı, dalaşmayın. Az yox elə tutub dalaşmır. Nə dalaşma? Yox, durub Nigardan dalaşasan. Nigar qah yuxarı dalaşasan, yumruq təpi. Əli, bax buna görə də istəmirəm. Nigardan zəhləm gedir, fiso. Nigarı atdım mən də bloka, oxay, oxay. Güvən Nigardan ses soşaz edeyim. Prosta Nigarı atdım blokadan qaldı, sözü soşa bilmədim, Allah haqqı. Deyir, əcəb eləmsən. Yaxşı, dalaşmayın, barışın, tez olun. Sən də mənim ürəyimsən, o da mənim ürəyimdir. O mənim bacımdır, sən də mənim ürəyimsən. Burada nə var şey? Yox, özü mənə qaqa deyir. Qaqa deyir mənə. Özü belə çıxması mənə də tanıyır da. Özü bilir ki, bunudur, bunun ailəsidir, necə xətirlərini çox istəyir. Məni yandırıb ki, mən oğlan qoş... Ay, sən o adamı qoşunmaya bilərsən ki, mən adam özünə hörmət eləməyə. Sən ki, mənə tanıyırsan? Neyse, neyle şeytan? Neyse, boş verin geçsin. Barışın. Yoksa barışı kaşı pişirir. Araba diyeyim barışı kaşı pişirsin. Kazanı götürüp gedib bir restorana. Kazanı götürerek gidip bir restoranda oturak yiyecek. Aşk şeyimə mənim. Anam diye aş pişirmem memnuniyettir. Hadi sen rahat. Problem yoxdur. Nigardan başqa hamımız gedək. Buyur, necə? Hamımız. Ay, sizi barıştırdık da. Necə başqa olun? Tahtabaş. Görürsen sararı değil tahtabaş. Tahtabaş deme. Nikoş. Aa Nikoş, tahtabaş deme. Ben buna pırpır baş deyirəm. Pırpız baş. Saçı kıvrımdı ki, kıvrım baş diyeceğim. İndi kıvrım baş oldu. Pırpız baş yok. 20K eləyəyim, 20K. Allah siz de güldürsün valla. Mənim üzümü güldürürsünüz. Yaxşı ki varsınız. Yaxşı ki dostumsuz. Salam ömrüm. Ömrüm. Can çok sağ ol. Senin de. Hamımızın. Həmişə üzünüz gülsün.
Kıvrım baş. Kıvrım baş gelir gelir. Dəyişəcəm gələn həftə. Bir həftə tamam olmalıdır. Bilmədim nə adı qoyam. Salam salam yeni gelenler hoş gelmişsiniz. O haqda danışmaq istəmirəm. Şəxsi sual verənlər danışmaq istəmirəm, verməyin. Zeyno, xoş gəldin ha Zeyno. Zeyno çox sağ olayım. Şekerim, məkerim, getdin işinə məşğul ol. Çox sağ ol Zeyno. Təşəkkür edirəm ürəyim. Mən işimi xəyanət eləməmişəm. Oxumadım. Elə şeyim məndə yoxdur. Yeni gelenler hoş gelmişsiniz. Gülməyimə də qısqanırlar ya bunlar. Salam salam yeni gelenler hoş gelmişsiniz. Ekranı beğenin. Hə. Hə. Mavi, mavi, masmavi. Xanım çok sağ ol. Sağ ol. Çok güzel söz yazdın. Yeni gelenler hoş gelmişsiniz. O söhbət, şəxsi söhbəti bağlayın. Yoxsa gedəcəksiniz. Deməli 65 qəpikdən çörək pulu təsəvvür elə gör nə biçdilər ha. Allah sizin bəlanızı Neçə versin. ildir gəlir o? Neçə ildir gəlir Allah'ım. Bilirəm o bütün proqramlara girirlər, bütün proqramlara. Allah bunların bəlası versin. Təsəvvür elə çoxsu deyir ki 65 qəpik nədir ki bir dənə yazıqdır nə? Bəlkə evdə körpə sadı var. Təsəvvür elə Nabat atdı 65 qəpik, Renat atdı, o atdı, bu atdı, o atdı, bu atdı. Təsəvvür elə günə bir 20 manat çıxadanda aya 600 manat pul eləyir. So, nə deyirsən? Gedəcək kreditə bir dənə girəcək, ev alacaq. So, aylıq salacaq şeyə. Hər ayda 300 manat, 350 manat, 500 manatdan verəcək. Hər hətdən 1000 manat alsa ayda bəsidir maaş. Uşaqlar səhv dənə söz deyim, bilmirəm, bəlkə də çoxunuz görürsünüz. TikTok'da bir dənə qaqaş var, görürsünüz. Deyir, biz 10 milyon deyir əhaliyi. Amma deyir, gəlin düzün oynayaqın da, kim oynayaqın. Gündə deyir 1 manatdan oynasaq, adamın birinə 10 milyon gəlib pul çıxır da. Gəlin deyir düzgün oynayaqın. Qaqaşlar da yazır ki orada, ay başdan xarab. 10 milyon bilirsən nə deməkdir? Sən nə vaxta qədər yaşayacaqsan? Uzağa başı yaşayarsan 100 yaşına qədər. Ondan sonra yaşaya bilərsən 1 milyon yaşaya bilməyəcəksən. Qalmış da 10 milyon yaşayarsan. Mən də girdim bir sənə yazdım. Dedim ha problem yoxdur qaqaş, razıyam. Amma birinci hamı mənə verəcək pulu. Versinlər mənə 10 milyon pulu. Qurtardı. Onlar 10 milyon ömür bilirsən nə deməkdir? Ekranı beğenin 18 bin beğenme var.
Səviyyəsində. Zaman sənin nəslinin adını yazacağım bura bu dəqiqə. Öz nəslinin adını yazsın burada. Neyse, mahnı qoşaq dostlar. Yox.